Добрый день, дорогие зрители! Приветствую всех вас на нашем канале Уроки русского языка. Мы с вами продолжаем наши уроки из 11 класса, и сегодня из 4 раздела будем разбирать 3 урок. Тема наша называется «Самые-самые-самые». Сначала прочитаем наш текст на русском языке, затем сделаем общий перевод на азербайджанский. Salam əziz izləyicilərimiz, hamınızı salamlayıram kanalımızda Rus dili dərsləri. Biz sizinlə davam edirik dərslərimizə və bugün sizinlə 11-ci sinifin 4-cü bölməsinin 3-cü dərsidir. Və bizim mətnimiz var. Mövzumuz da ki ənlərdir. Və indi Rus dilində oxuyuruq mətnimizi. Ümumi, kim ki qulaq asır, sadəcə dinləmə eləyir. Sonra isə ümumi Azərbaycan dilinə tərcümə də edəcəyik. Gəlin, başlayaq. В удивительном мире растений некоторые виды кустарников, деревьев и трав порой достигают рекордной высоты. К таким рекордсменам относятся известный всем австралийский эвкалипт и секвойя, растущие в Америке. Это самые высокие деревья в мире. Высота некоторых зеленых великанов составляет в среднем 100-110 метров. А есть такая трава, которая повыше и покрепче многих деревьев. Это бамбук, самая высокая трава на земном шаре. Бамбук не только самая высокая, но и самая быстро растущая трава, 120 сантиметров в сутки. Почти все бамбуковые растения достигают больших размеров. Некоторые из них вырастают до 38 метров, при этом стебель достигает 25 сантиметров в диаметре. Из стебелей этой травы делают удочки, лыжные палки. Растет бамбук в жарких странах, на Дальнем Востоке и на Кавказе, а также во Вьетнаме, Китае, Индонезии, Индии, Африке. Самое раскидистое дерево – баньян. Его еще называют дерево-лес, так как у баньяна не один ствол, как у всех деревьев, а много. У самого большого баньяна можно насчитать больше 4000 стволов. Баньян произрастает в Восточной Индии. Это необыкновенное дерево удивительной жестокости и красоты. Самый крупный баньян, его возраст составляет более 500 лет, занимает более 2 гектаров и включен в книгу рекордов Гиннесса. В книгу рекордов Гиннесса также занесен самый старый живой организм на планете – сосна Мафусаил. Считается, что она выросла из семени, которое упало на землю в 2832 году до нашей эры. Ей около 5000 лет. Растет сосна в Калифорнийском национальном заповеднике. Словарь. Порой, иногда, ствол – основная часть дерева, обхват – место, которое обхватывают руками для измерения толщины, стебель – основная часть растения, раскидистые, широко разросшимися ветвями, жизнестойкость, жизнеспособность. Biz oxuduq sizinlə mətnimizi. Gəlin indi tərcümə edək. Deyir, bizim möcüzəvi dünyamızda elə bitkilərin növləri var ki, kolların, ağacların və otların ki, hansı ki, onların uzunluğu rekorda çatır. Belə rekordlara aiddir hamının tanıdığı Avstraliyalı evkalipt və sekvoya, hansı ki Amerikada böyüyür. Baxın, burada sekvoyanın şəklini veriblər. Bu dünyada ən uzun ağaclardır. Onların bəzilərinin, velikanların uzunluğu çatır, ortalamada 100-110 metrə çatır. Belə bir ot da var ki, hansı ki bəzi ağaclardan, çox ağaclardan həm möhkəmdir, həm də hündürdür. Bu bambukdur. Burada şəkildə görürsünüz. Dünyada ən uzun, ən hündür olan otdur. Bambuk təkcə hündür deyil, həmçinin də ən tez böyüyən otdur. Bir günə 120 cm böyüyür. Demək olar ki, bütün bambuk bitkilər hamısı çox uzun, böyük razmerlərə, ölçülərə gəlib çatır. Onlardan bəziləri 38 metrə qədər uzana bilir. Buna baxmayaraq, hələm onların budaqları falan 25 cm olur, diametrləri. Onların budaqlarından eləyirlər qarmaq, balıq tutmaq üçün, sonra xizəyin çubuqlarını eləyirlər. Bu, demək, böyüyür, bambuk böyüyür çox isti ölkələrdə, demək, uzaq şərqdə, Qafqazda, həmçində Vyetnam, Çin, İndoneziya, Indiya və Afrikada. Demək, raskidistə deyir və yəni budaqları çox belə deyək, necə yayılmış demək olar. Yəni belə deyim də, bir var uzundan yuxarıya böyür, bir də var ki ətrafa
belə enliyinə uzanır. Bax o mənada ən belə enli olan ağaclardan biri banyandır. Burada şəkli var, görürsüz necə enlidir. Deyir ki, onu həmçinin də ağac meşə adlandırılır. Çünki banyanın bircə dənə gövdəsi yoxdur və onda çoxdur. Ən böyük banyan təqribi 4000 demək gövdəsi var. Banyan Şərqi İndiyada yerləşir, orada böyüyür. Bu çox qeyri-adi olan ağac çox həyata davamlıdır, yəni və çox gözəldir. Ən böyük banyan, onun yaşı hardasa 500 ildir. Demək olar ki, 2 hektardan çox yer tutur və kitablar, demək, rekord Guinness kitablarına daxil olub. Görürsüz nə boydadır, həqiqətən də çox möcüzəvidir. Rekordlar Guinness kitabına həmçinin də ən demək, qoca, ən qədim, ən qoca canlı orqanizm də daxildir. Bu Sasna mafusaildir. Bax, belə bir ağac var, mafusail. Hesab olunur ki, o hansısa bir demək dəndən böyüyüb və yaxud hansısa bir şitildən böyüyüb, hansı ki yerə düşüb 2832-ci il bizim eramızdan öncə və onun təqribi 5000 yaşı var. Bu ağac Kaliforniyada demək milli qoruqda böyüyür. Burada da şəkli var. Və bizim lüğətimiz paroy bəzən stvol ağacın gövdəsi əsas hissəsi, abxat onun diametr mənasındadır, stebil onun budaq hissəsidir, raskidistik enliliyinə böyüyən hissəsinə deyilir, жизнестойкость bu da həyatda necə duruşu mənasında verirlər. Теперь задание первое. Прочитайте текст, составьте вопросы к каждому абзацу, устно ответьте на составленные вопросы. Hər abzaca sual verməliyik və ona yazılı formada və şifahi formada cavab verməliyik. Birinci, buranı istəyirsiniz deyək. Deyək ki, как называется самое высокое дерево в мире? Misal üçün, или где растет самое высокое дерево в мире? Belə. İkinci, buradakı olan hissəyə самая высокая трава. Как называется самая высокая трава? Или где растет бамбук? Sonra və yaxud da ki, что делают из стеблей бамбука? Что приготавливают, что изготавливают deyə bilərsiniz. Bax, belə tipli suallar verə bilərsiniz. Buradakı, как называют дерево баньян? Misal üçün. Так, sonra burada demək olar, где произрастает баньян? Sual vermək olar bu abzaca. Какая книга? Так, сколько лет, например, сосне Мафусаиль? Где растет сосна Мафусаиль? Bax, bu abzasada bu sualı verib cavab verə bilərsiniz. Задание второе. Найдите в тексте прилагательные в сравнительной и превосходной степени и выпишите их. Mətndən sifətləri yazmalıyıq, hansı ki müqayisə və çoxaltma dərəcəsində olan sifətlərdir. Gəlin onlara baxaq. Demək, bir baxacağıq. Mən sizlə bir yerdə baxıram. Ona görə nəzərə alın ki, hamımız bir yerdə baxırıq. Biraz vaxt çəkə bilər. Tak, birincidə yoxdur. İkinciyə baxaq. Aha, повыше, покрепче. Görürsünüz, daha uzun, daha bu forması, müqayisə yox, bu çoxaltma dərəcəsindədir. Повыше, покрепче, 2 dənə buradan söz. Самая высокая. Bu da çoxaltma dərəcəsi sayılır. Burada da desəm var idi, самая высокая. Ona bax, самый высокий. Burada cəmdə verirlər, burada da самая высокая. Bu eynidir, birini yazsaz yetərlidir. Sonra yenə самая высокая təkrarlanır burada. Самая быстро растущая. Sonra burada baxaq. Burada da yoxdur. Самая раскидистая. Yəni bunlar hamısı самый sözü varsa, bunlar və ondan sonra sifət gəlirsə, bunlar hamısı çoxaltma dərəcəsində sayılırlar. Sonra у самого большого, yəni çoxaltma dərəcəsidir. Sonra burada просто больше sözü var. Самый крупный sözü var burada. Belə. Burada самый старый sözü var.
Bu qədər. Demək olar ki, hamısı çoxaltma dərəcəsindədir. Müqayisə formasında. Müqayisə formasında 2 dənə əşyanı müqayisə edərkən olurdu. Orada ikisi var idi. Повыше, покрепче. Demək olar ki, digərləri hamısı çoxaltma dərəcəsindədir. Siz onları yazacaqsınız dəftərə. Задание 3. Найдите соответствие. İndi biz uyğunlaşdırmalıyıq. Gördüyünüz kimi burada variantlar var. Высота некоторых австралийских эвкалиптов и секвой составляет 100-110 метров. 1'e V yazırıq. Бамбук, самая быстрорастущая трава, за сутки может прорасти до 120 сантиметров. 2А. Yazacağıq. Некоторые бамбуковые деревья вырастают до 38 метров. Стебель достигает 25 сантиметров в диаметре. Bunu G variantı götürürük. Bu 3'tür. Самый большой баньян имеет более 4000 стволов. E variantı götürürük. Bu 4'tür. Сосна Муфсаиль выросла из семян, упавшего на землю в 2832 году до нашей эры. Bu demək 5 idi. 5D götürürük. Самому старому живому организму на планете составляет более 500 лет. Bu demək J variantı götürürük. Возраст самого крупного баньяна üzrlü sayın. Burada 6 ilə 7 eyni şeydir əslində. 2 dənə variant veriblər. J də veriblər, B də veriblər. 6-ya biz B götürəcəyik. Çünki qrammatik olaraq düzgün gəlir, məntiq olaraq cümlə burada düzgün gəlir. Самому старому живому организму на планете сосне Муфсаиль около 5000 лет. B variant götürürük. 7'ye ise возраст самого крупного баньяна составляет более 500 лет. Burada da 5'ti. Burada da 5'ti. Mən ona görə səhv saldım. 6'ya B götürürük. 7'ye J götürürük. Onların yaşlarını səhv saldım. Birinin 5000 yaşı vardı. Birinin 500 yaşı var idi. Ona görə banyanda 500 yaşı idi. Amma ən qədimi 5000 idi. Ona görə demək. Bir də istəyirsiniz təkrarlayıram. 1 demək. 1В, 2А, 3Г, 4Е, 5Д, 6Б, 7Ж. Ümidvaram aydın oldu bura. Так, следующее задание 4. От данных прилагательных образуйте краткие формы по образцу. Гордый, горд, горда, горды. Görürsünüz, buradakı sifətlərin deyir qısa formasını yazın. Və 3 dənə cinsdə deyir yazın. Həm kişi, həm qadın, həm cəm. Biz də belə eləyəcəyik. Добрый, добр, добра, добры. Готовый, готов, готова, готовы. Дорогой, дорог, дорога, дороги. Богатый, богат, богата, богаты. Храбрый, храбр, храбра, храбры. Чистый, чист, чиста, чисты. Твердый, тверд, тверда, tvirdi. Mudri, mudur, mudra, mudri. Demək olar ki, son 2 hərf gedir. Onun əvəzinə kişi cinsdə heç nə əlavə eləmirsiniz. Qadında A, cəmdə də I əlavə eləyirsiniz. İndi ikinciyə baxırıq. İkinci biraz fərqlidir. Umni, umyon. Görürsünüz, burada biraz məsələn, m-nın ortasına yo hərfi girdi. Yəni, bəzi sözlər istər-istəməz tərkibinə görə biraz fərqli dəyişə bilər. Umyon, umna, umni. İndi baxırıq. Бедный, беден, бедна, бедны. Серьезный, серьезен, серьезна, серьезны. Скучный, скучен, скучна, скучны. Görürsünüz, burada birinci kişi cinsdə araya Y hərfi girir, sonra hər şey itir, A qalır, sonra da I olur. Ровный, ровен, равна, равны. Интересный, интересен, интересна, интересны. Сильный, силен, сильна, сильны. Модный, моден, модна, модны. Üzr lütfen, söz səhv dedim biraz dilimdə. Spokойный, спокоен, спокойна, спокойны. Demək, kişi cinsdə nə elədik? 2 hərf yenə getdi. Son 2 hərfin arasına Y hərfi qoyduq. Qadın cinsdə isə rahat yenə. Yenə son 2 hərf getdi. Sadəcə A qoyduq və yaxud da sonra I qoyduq. Sadəcə kişi cinsə diqqət eləyin. Yəni, qadınla cəm demək olar ki, burada necə qadın cəm elədik? Demək olar ki, eyni şeydir. Sadəcə bu ikinci nümunədə kişi cinsinə fikir verirsiniz ki, bu 2 hərf, son 2 hərf gedəndən sonra son 2 hərf qalır. Onların arasına Y hərfi girir. Bəzən də yox.
İndi üçüncü nümunəyə baxaq. Yarki, yarık, yarka, yarki. Görürsünüz, burada da biraz o hərfi girir. Zvonki, zvonok, zvanka, zvanki. Близкий, близок, близка, близки. Узкий, узок, узка, узки. Легкий, легок, легка, легки. Мелкий, мелок, мелка, мелки. Громкий, громок, громка, громки. Краткий, краток, кратка, кратки. Məhki, məhqq, məhqa, məhqi. Burada da demək olar ki, qadın cinsdə və cəmdə yenə problem yoxdur. Son iki hərf gedir. A və I gəlir. Sadəcə kişi cinsdə son iki hərf gedir. Sonra bunun ortasına O hərfini qoyursunuz. Yəni demək olar ki, belə bir çətin mövzu deyil, çətin deyil. Nümunəni çox gözəl veriblər və bütün sözlər də o nümunəyə uyğundular. Следующее задание, 5. Выполните задание по образцу. Я нумина верифляр баха. Я недавно видела известного актера, снявшегося в фильме «На семьи». Я недавно видела известного актера, который снялся в фильме «На семью». Demək, burada который sözü yoxdur. Biz özümüzdən который sözünü əlavə eləyəcəyik. Певица, исполнившая песню по телевидению, очень популярна в России. Певица, которая исполнила песню по телевидению, очень популярна в России. Burada певица da ona görə которая eləyəcəyik. Которая исполнила. Burada уже demək feili sifətdən söz keçib olacaq feil. Normal adi keçmiş zamandakı feil olacaq. Фруктовые деревья, которые растут на дачном участке, посажены в прошлом году. Burada cəmdir, ona görə которые qoyuruq və burada rastut. Которые rastut. Burada indiki zamanı idi, ona görə elə indiki zamandan əvəz elədik. Keçmiş zamandadsa feili sifət keçmişdən əvəz eləyirik, indiki zamandadsa indiki zamandan əvəz eləyirik. Следующее предложение. Ветер, который дует со вчерашнего дня, постепенно утих. Ветер kişi cinsi, ona görə который eləyəcəyik. Дует. Который дул. Burada keçmiş zamanda который дул со вчерашнего дня, постепенно утих. Birinci zamana fikir verməmişdim. Письмо, которое лежало на столе, пришло от родственников из России. Письмо orta cinsdir, ona görə которое-dən əvəz eləyirik. Которое лежало на столе. Burada yəni keçmiş zaman olduğu üçün biz lejalo eləyəcəyik. Unutmayın, keçmiş zamanda da cinslər var. Ona görə l kişi cins, la qadın, li cəm, lo orta olacaq. Onu da nəzərə salın, nəzərdə tutun. Следующая картина, которая висела на стене, принадлежала кисти известного художника. Kartina qadın cinsdir, ona görə которая eləyirik və burada visevшая sözünü visela eləyirik. Çünki keçmiş zamandadır feili sifət. Следующее предложение. Выставка, открывающаяся выставка, которая открылась на прошлой неделе, продлится до воскресенья. Выставка qadın cinsdir, ona görə которая elədik və burada открылась səsində unutmayıq, o həmişə qalır. Burada da las elədik, la elədik, çünki qadın cinsidir. Следующее. Прочитайте, составьте вопрос на план текста и устно ответьте на составленные вопросы. Yəni, oxuyub cümlə qurmaq lazımdır bu mətnə. Gəlin elə mətnimizi oxuyaq. Чудеса природы. Лучшим из украшений нашей планеты можно назвать ее богатый растительный мир. Кустарники, деревья и травы различных видов. В Бразилии растет удивительное молочное дерево. Его иногда называют дерево-корова. Если подрезать кору этого дерева, то в подставленную кружку потечет белый сок. По вкусу этот древесный сок очень напоминает молоко. Этот сок съедобен, вкусен и полезен. Еще одно чудо природы – конфетное дерево. Она получила такое сладкое название благодаря своим плодам. Огромное дерево усыпано леденцами. Подсохшие на солнце плоды конфетного дерева такие же вкусные и сладкие, как настоящие конфеты. Родиной конфетного дерева является Индия, Китай, Корея, Япония. Одним из оригинальных растений является колбасное дерево. Впервые европейцы увидели его в 19 столетии. Им поначалу показалось, что на ветках развешаны колбасы. Плоды дерева были похожи на них своей формой и окраской, хотя они и напоминали колбасу, но были несъедобны.
Родиной хлебного дерева является Индия, Индонезия. На этом дереве растут круглые тяжелые плоды, каждый из которых весит по 30 килограммов. Из их мякоти местные жители пекут в зале лепешки, похожие по вкусу на настоящий хлеб. Высота этого мощного вечнозеленого дерева достигает 26 метров. Внешне хлебное дерево похоже на дуб. Словарь. Кора – наружное покрытие ствола дерева. Леденец – вид фруктовой карамели. Разводить – начать сажать. Лепешка – плоское круглое изделие из теста. Demək, burada təbiətin möcüzələri haqqında bir mətindir. Gəlin oxuyaq. Deyir ki, bizim planetimizin ən gözəl bəzəklərindən biri əlbəttə onun çox zəngin olan bitki aləmidir. Kollar, ağaclar, otlar müxtəlif növdə. Braziliyada belə bir möcüzəvi süd ağacı yetişir. Onu həmçinin də ağac inək adlandırırlar. Əgər onun gövdəsinin üstünü biraz kəssəz, orada siz qoyduğunuz çaşkaya, fincana ağ şirə töküləcək. O dada görə, demək, bu çox südü yada salır insana və bu şirə yeyilməlidir, içilməlidir, dadlıdır və faydalıdır. Belə bir möcüzə də var təbiətimizin, konfet ağacı. O belə öz adını, şirin adını alıb, öz demək, barına görə, öz meyvələrinə görə çox böyük ağacdır, hansı ki belə sasulka mı deyim, şüşə sasulka, belə şirin belə konfet oxşar şeylər olur. Onlara ledinец deyirlər. Çox vaxt şüşəli konfet kimi olur. Onlarla deyir o bütün hər tərəfi bürünübdür. Bunun qurumuş, günəşin altında qurumuş bu konfetlər elə də dadlıdırlar, həm şirindir, necə ki əsl konfet kimi. Bu demək konfet ağacının vətəni Indiya, Çin, Koreya, Yaponiyadır. Belə bir orijinal bitkilərdən biri də kalbasa ağacıdır. Birinci dəfə Avropalılar bu ağacı 19-cu əsrdə görmüşlər. Birinci onlar başa düşmüşlər ki, burada demək budaqlarda elə kalbasa asılıbdır. Amma bu ağacın demək çıxartdığı bar, meyvəsi onun demək meyvəsi barı öz formasına görə və rənginə görə oxşuyur kalbasa. Amma oxşasa da kalbası onlar yeyilməli deyirlər. Çörək ağacının vətəni Indiya və İndoneziyadır, Hindistan və İndoneziyadır. Bu ağacda bütün il boyu çox ağır şeylər yetişir, hansı ki kilogram 30 kiloqramdır və onların içindəki olan əşyadan, içindəki olan nədirsə ondan çıxardırlar və lavaşa oxşar bir şey bişirirlər. Oradakı yerli əhali, hansı ki dadı ilə həqiqətən də çörəyin dadını yada verir, yada salır insana. Bu ağacın, həmişə yaşıl olan ağacın uzunluğu 26 metrə çatır və bu demək çörək ağacı zahirən palıd ağacına oxşuyur. Və bizim demək lüğətimiz kara ağacın üstü, son belə dərisi sanki, ledinец belə meyvəli, karamelli bir konfet. Razvadiz burada mənasında var ki, çoxaltmaq, əkmək və çoxaltmaq. Lepyoşka da bu sanki lavaşdır, bizim lavaşımıza demək olar. İndi burada suallar verirsiniz. Какое дерево растет в Бразилии? Или съедобно ли сок дерева коровы или молочного дерева. Burada sual verə bilərsiniz ki, родина конфетного дерева, где находится родина конфетного дерева, когда европейцы нашли колбасное дерево, sual verə bilərsiniz, где родина хлебного дерева, что пекут из хлебного дерева, или какая высота хлебного дерева. Belə tipli suallar verə bilərsiniz. Задание 7. Образуйте от выделенных в тексте чудеса природы слов прилагательные и напишите их. Buradakı sözlərdən sifətlər yaratmalıyıq. Braziliya, məsəl üçün, brazilski. Indiya, indiyski. Kitay, kitayski. Koreya, koreyski. Yaponiya, yaponski. Европейцы, европейский. Индонезия, индонезийский. Yəni, bunlardan sifət yaratmaq lazımdır. Задание 8. Употребите слова в скобках в нужной форме.
Biz buradakı isimləri, hansı ki mötərizədədir, düzgün formada istifadə etməliyik. Yadınızda saxlayın ki, çox vaxtı 1, 2, 3, 1 heç, 2, 3, 4 olanda samitli olan, kişi cinsində olan sözlərə A hərfini artırırıq. Amma 5-dən yuxarı ov artırırıq. Yəni onu nəzərə alın və bu tapşırığı eləyə biləcəksiniz. 52 santimetra eləyəcək, çünki 2-dir burada. 18 лет. 60 millimetrов. Bu уже 5-dən yuxarıdır. 5, 6, 7, 8, 9, 0 olanda уже ov artırırıq. 32 kilogramma. Burada 2-də ona görə A artırırıq. 44 metra. 2, 3, 4-də A artırırıq. Ona görə burada da A artırırıq. 48 kilometrov. Burada уже 8-dir. Ov artırırıq. 25 litrov. Burada da 5-dir. Ona görə ov. 52 года. Burada sadəcə A, çünki 2-dir. 33 qramma, sadəcə A. 60 лет. Так, выполните задание по образцу. Nümunəyə görə eləyirik. Добрый, добрее, добрейший. Высокий, выше, высочайший. Görürsünüz, buradakı sifətləri eləyirlər. Müqayisə forması, sonra çoxaltma dərəcəsində eləyirlər. Удивительный, удивительнее, удивительнейший. Чистый, чище, чистейший. Вкусный, вкуснее, вкуснейший. Полезный, полезнее, полезнейший. Огромный, огромнее, огромнейший. Сладкий, слаще, сладчайший. Тяжелый, тяжелее, тяжелейший. Мощный, мощнее, мощнейший. Простой, проще, простейший. Bəzilərində hərf dəyişir, ş ilə əvəz olunur, bəzilərində y-yi artırırsınız. Bu sifətlərdə bəzilərində demək, belə deyək də, istisna var ki, əslində qaydamız elədir ki, müqayisə formasında y-yi artırırıq, amma çoxaltma dərəcəsində yeş artırırıq. Yeş, ayş artırırıq. Amma gördüyünüz kimi bəzi sözlər, istisnalar var. Bunları səhv etmirəmsə 9-cu sinif kitabında qrammatikasında vardı. Orada istisnaların siyahısı var idi. Bəziləri isə bax belə hərf dəyişir, k-şıya falan bax belə dəyişir. Belə bir sözlər var. Onları mütləq oxusaz yadınıza salarsınız. Demək ki, bu 10-cu tapşırıqda nə etmək lazımdır? Birinci, boşluğa söz önlüyü qoymaq lazımdır və sonra da bunlar feili götürüb, demək, antonim olaraq dəyişdirirlər. Məsəl üçün, nümunə var burada. Vaşli, onu eləyirlər vışli. Həm daxil olmaq, həm çıxmaq. Yəni, birinci mən söz önlüyü qoyacağım, sonra isə sözləri antonimdən əvəz eləyəcəyik. Birinci, sadəcə söz önlüyünü qoyaq. Самолет вылетел из Баку точно по расписанию. На такси мы подъехали к театру оперы и балета. Поезд отошел от станции. От deyirik, от yazırıq, at deyirik. От станции ровно 12 часов. Мы подплыли к берегу. Нужно отнести эти книги в библиотеку. Мы зашли в маркет, который находится рядом с домом. Мои друзья пришли в клуб в 6 часов вечера. Наша страна ввозит различные товары из-за границы, из-за дефисне yazılır. В воскресенье мы приехали к друзьям в гости. Во время демонстрации фильма некоторые зрители вышли из зала. Молодой человек подошел к памятнику Пушкина. Sadəcə söz önlüyünü qoyduq. İndi buradakı feilləri antonimdən əvəz eləyək. Məsəl üçün, вылетел, прилетел. Подъехали, отъехали. Onda da təbii ki, söz önlüyü də dəyişəcək. Mən sadəcə feillərin antonimini eləyirik. Demək, вылетел, прилетел, подъехали, отъехали, отошел, подошел, или подъехал da demək olar, çünki burada poyezddir. Подплыли, отплыли, uplыли da demək olar. Sonra отнести, принести, зашли, вышли. Sonra пришли, ушли. Возят, увозят. Sonra приехали, уехали. Вышли, вошли. Подошел, отошел. Bax, bunları belə istifadə etmək olar. Təbii ki, dəyişəndə də orada da söz önlüyü də dəyişəcək. Buradakı söz önlüklərini qoyduq və sadəcə sinonimdən əvəz etdik. Задание 11. Прочитайте диалог и разыграйте его. Burada sadəcə dialogu oxuyub sizə tərcümə eləyəcəm. Это ты, Сабина? Я тебя целую вечность не видел. Я тоже.
Очень рада, что встретила тебя, Али. Куда ты направляешься? Я хочу пойти в картинную галерею. Сегодня открывается новая выставка. А что это за выставка? Я об этом ничего не слышала. Это выставка живописи, посвященная азербайджанской природе. Я сейчас изучаю историю искусств, и эта тема для меня очень интересна и важна. Да, я знаю, что ты учишься в Академии искусств. Мне тоже хочется пойти на выставку. Может быть, пойдем туда вместе? С удовольствием. Тебе не нужно покупать билет, потому что у меня есть приглашение на 2 человека. Это просто здорово, спасибо. Надеюсь, сегодня мы проведем интересный день. Познакомимся с картинами азербайджанских художников. Demək deyir, bu sənsən Səbinə, səni mən уже neçə vaxtdır görmürəm. Yəni целый вечность demək olar ki, bir ömür boyu, bir belə çox belə uzun müddət demək istəyir ki, səni görməmişdim. Deyir, mən də çox şadım səni görüşdüm, səndən gördüm. Əli, sən hara gedirsən? Deyir, mən demək şəkil qalereyasına getmək istəyirəm. Bu gün yeni sərgi açılır. Bəs nə sərgidir bu? Mən heç bu haqqda heç nə eşitməmişəm. Bu incəsənət sərgisidir, hansı ki Azərbaycan təbiətinə həsr olunubdur. Mən indi demək mədəniyyətin tarixini öyrənirəm və bu mövzu mənim üçün çox maraqlı və vacibdir. Bəli, mən bilirəm ki, sən demək İncəsənət Akademiyasında oxuyursan. Mən də istəyirəm sərgiyə getmək. Bəlkə bir yerdə gedək ora. Məmnuniyyətlə. Sənə bilet almaq lazım deyil, çünki mənim 2 nəfərlik dəvətnaməm var. Bu çox superdir, əladır. Çox sağ ol. Ümidvaram ki, biz bugün çox maraqlı keçirdəcəyik və Azərbaycan rəssamların şəkilləri ilə tanış olacağıq. Bu demək, dialoqda çoxlu gözəl ifadələr, cümlələr var. Mütləq istifadə eləyin, danışın. Kimləsə dialoq qurun, öz-özünüzə danışın. Buradakı yaxşı istifadə edəcək ifadələr və cümlələr var. Задание 12. Axırıncı tapşırığımızdır. Составьте сложные предложения из 2 простых. Используйте союзы пока, в то время как, после того как, когда. Biz buradan 2 dənə cümlədən bir cümlə quracağıq. Mürəkkəb cümlə və buradakı demək bağlayıcıları istifadə edəcəyik sizinlə. Birincini belə qururuq ki, пока ты не купишь немецко-азербайджанский словарь, ты не сможешь понять значение всех слов переводимого текста. 2. После того, как туристы из Израиля приехали в Баку, они ознакомились с достопримечательностями города. Təbii ki, artıq уже vergül qoyursunuz və cümləni balaca hissə ilə davam eləyirsiniz. Пока моя сестра писала сочинение, в то время как моя сестра писала сочинение, я дописал доклад по истории древнего мира. Когда мама придет с работы, я пойду в магазин за продуктами. Burada после того как-то demək olar, когда-то demək olar. Пока иностранцы рассматривали экспонаты музея, экскурсовод комментировал эти экспонаты. Burada da həm пока demək olar, həm də в то время как demək olar, çünki bunlar sinonimdilər, oxşardılar. После того, как закончился сильный дождь, на небе появилась радуга. И это интересно знать. Burada ümidvaram hər şey sizə aydındır. Пока hələ ki, в то время как o zaman, o müddətdə, после того как ondan sonra, когда nə vaxt ki. Yəni bunların tərcümələri odur və əgər cümlələrini başa düşsəz, belə mənalarını məncə çətin olmayacaq. Yenə də çox tələsik dedimsə, bir daha qeyd eləyərsiniz. Videonun kommentariya bölməsində mən sizin üçün bir daha yazıb qeyd eləyərəm. Və bu maraqlıdır bilmək. Bunu sadəcə özümüz üçün oxuyaq ki, nəsə maraqlı bir şey öyrənək. Самым крошечным растением в мире считается Вольфия бескорневая, одно из самых удивительных созданий растительной природы. Это микроскопическое растение представляет собой овальные пластинки размером всего в 1 мм. Живет оно в водной среде, встречается в тропических лесах Африки и Азии. Вольфия бескорневая размножается так быстро, что одни только сутки общее количество этих растений удваивается. Вольфия считается очень опасным сорняком. Самым миниатюрным деревом на планете является ива травянистая. Оно, как правило, растет только до 1,6 см в высоту. Листья у растения круглые, блестящие, зеленого цвета. Их диаметр составляет 1-2 см в длину и ширину. Травянистые ивы растут в Гренландии, Канаде, Северо-Западной Азии. Это rastение служит укрытием и кормом для мелких насекомых, стройматериалом для гнездующихся птиц. Так, demek deyir ki, dünyada ən xırda, ən
balaca, ən xırda olan bitki bu. Adı rus dilində tərcümə eləyə bilməyəcəm Azərbaycan dilində. Wolfia biscornevayadır. Çox möcüzəvi bir təbiətin belə möcüzəvi bir bitkisidir. Bu mikroskopik balaca olan, xırda olan bitki. Özündən belə oval formasındadır plastinkalar və ölçüsü cəmi 1 millimetrdir. O suda yaşayır və Afrikanın və Aziyanın tropik meşələrində görmək olur. Bu çox tez çoxala bilir. Elə tez ki, misal üçün bir gecəyə, bir günə, yəni bir dənə 24 saata 2 dəfəyə arta bilir və çox belə təhlükəli bir burada sarnik, o da hansı ki belə ziyanverici bitki kimi də hesab olunur və çox təhlükəli hesab olunur. Ən miniatür ağac isə bizim planetimizdə bu ivadır. Otlu iva ağacıdır, belə adlanır. O qayda olaraq cəmi 1-6 sm qədər uzunluğu böyüyə bilir. Onun yarpaqları dairəvidir, belə parıldayandır və yaşıl rəngdədir. Diametrları 1-2 sm-dir, uzunluğu və enliliyi. Bunlar Qrenlandiyada, Kanadada, sonra Şimali Qərb Aziya hissələrində yetişir. Bu bitki həmçinin də balaca, çox xırda olan həşəratlar üçün belə bir həm onlar üçün yeməkdə, həm də ki ev kimi istifadə olunur və həmçinin də demək quşlar üçün evlərini düzəltmək üçün, yuvalarını düzəltmək üçün də sanki materialdır. Stroy material kimi, tikinti materialı kimi lazım olur. Belə, bu da bizim bu 3-cü dərsimiz. Növbəti dərs testlər olacaq, amma hələ ki bu bölmə bitmir. Ondan sonra da 1-2 dərsimiz var. Bu bölmə biraz böyük bölməmizdir. Ümidvaram sizə aydın oldu hər bir şey. Bəzi şeylər tez desəm videoda ayarlar bölməsində demək azaldın, amma yenə də aydın olmasa, başa düşə bilməsəz, çünki mən proqramda yaza bilmirəm. Nəsə yaza bilməsəz, hansısa tapşırığı qeyd edin ki, bu tapşırığı yazın. Mən də çalışacağam sizin üçün, sizə mütləq cavab verim. Hər birinizə də cavab verirəm. Xoş sözlər yazdığınıza görə də ayrıca təşəkkür eləyirəm. Biraz videomuz yenə çox böyük oldu. Ona görə ümidvaram ki, diqqətli və sizə fayda verəcək qədər normal qulaq asıb başa düşə biləcəksiniz. Bugünlük isə bu qədər. Gələn dərs sabah inşallah ki görüşərik. Sağ olun. До свидания. Увидимся на следующем уроке. Всем хорошего дня. Всем удачи.